Deməli dostlar, davam edirik. Növbəti sualımız zərf bölməsindən. Onun quruluşca növlərindən bəhs edən bir sual olacaq. Deməli, deyir ki, hansı cümlədə iki düzəltmə zərf işlənmişdir? Ümumiyyətlə, zərfdən əlavə sözlərin düzəltmə olması üçün nə lazımdır bizə? Leksik şəkilci, düzdür? Kök və leksik şəkildən ibarət olan sözlərə biz düzəltmə söz deyirik. Deməli, deyir ki, onlar az-az görüşürdülər, ancaq söhbətləri uzun çəkərdi. Burada quruluşca olan zərfim yoxdur. Təqdim olunmuş zərfin biri mürəkkəbdir, digəri isə sadədir. Bu getdi. Balacalar evcik qurur, hərdən də mübahisə edirdilər. Bax, burada sadəcə sənə verilən zərf hərdən zərfidir. Hərdən də quruluşca düzəltməlidir. Amma bir dənədir, başqasını görmürəm. Balaca sifətdir, isimləşir, evcik isimdir, qururdu feildir, uçururdu, bu da həmçinin feildir, mübahisə etmək yenə feildir. Kəndimizi, evimizi, orada keçən uşaqlıq illərimi heç vaxt unutmayacağım. Burada təqdim olunan iki zərfim var. Ora quruluşca sadədir. Çünki onun üzərindəki da yerli fal şəkilçisidir. Dadənin leksik olduğu versiya da var. Amma bilirsiniz ki, o zaman məzmunlu zərflər düzəldir. Məsələn, deyirəm ki, yayda, qışda, məsələn, deyir ya, yayda istirahətə gedəcəyik. Nə vaxt? Yayda. Bax, görsən, verdiyim sualda belə da hissəsi çıxmır şəkilçi olaraq. Ona görə da orada leksik şəkilçi kimi götürülür. Amma buradakı da yerli çal şəkilçisidir və qrammatikdir. Digəri isə heç vaxt unutmayacaq, o da mürəkkəb zərfdir quruluşca. Dedilər, bu xəmir hələ çox su aparacaq. Hələ quruluşca sadədir, sadəcə bir kökdən ibarətdir. Mənə amma iki dənə düzəltmə olan zərfim lazımdır. Abbas Mirzə Rus qoşunlarına qarşı rəşadətlə vuruşmuş, onun qəhrəmanlığı həmişəlik dastan olmuşdur. Baxın, zərfləri müəyyənləşdirdik, indi quruluşca növlərinə baxaq. Rəşadət ismindən rəşadətlə zərfi düzəlmişdir. Bilirik ki, lalə leksik şəkilçi funksiyasında çıxış edib, zərf düzəldən şəkilçidir. Zərf düzəldir bizim üçün. Həmişə zərfindən isə həmişəlik zərfi düzəlmişdir. Bu da quruluşca düzəltmədir. Bizə verdiyi tələbi ödədi. İki düzəltmə zərf istəyirdi, hər ikisi var. Ümumiyyətlə, dostlar, toplul testlərində də görmüşsünüz, yəni iki nəzərinizdən qaçmış olmaz. Məsələn, deyir ki, 3 düzəltmə zərfi olan və yaxud da 2 düzəltmə feil olan başqa da ola bilər, yəni fərqi yoxdur. Əgər sizdən hansı sayda olmasını istəyirsə, mütləq ona fikir verin, yəni ona üstünlük verin. Məsələn, siz yanlışa bilərsiniz ki, tutaq ki, Y variantda 3 dənə zərf var, düzdür? 3-ü də quruluşca düzəltmədir. Amma səndən sırf 2 dənə istəyirsə, sən 2 dənə olan variantı götürməlisən. 3 dənə olan variantı yox.